5. 5. 5-dən əvvələ sualınız varmı? Yəni, eyni sual dəfə dönüb baxmağa hazırıq. Amma tək ki, bir şeyə götürə bilək. Eşdirəm. 5 məndə də var məndə. Yəni, 5-dən əvvələ sual yoxdur. Yəni, onda baxaq. Sual 5. Əslində 5-ci sual yetərincə maraqlı bir sualdır. Doğrudan maraqlı sualdır. Bax, veribdir ki, y bərabərdir sinus 30. Siz bilirsiniz ki, sinus 30 dediğin şey 2-lə 1 deməkdir. Üzərində nə var? Kosinus x plus sinus x. Deyir, funksiyanın ən kiçik qiymətini tapın. Biz burada nə edərik? Aydın məsələdir ki, kosinus x plus sinus x-in qiymətlər çoxluğundan söhbət gedirsə, kim deyər? Sinus x plus kosinus x-in ən böyük qiyməti neçədir? 1. 2. Kök altı 2. Axı, keçən dərs baxmışdıq. Mən videoda eyni bu məqamı çəkib atmışam. Hətta deyəsən Duyğu da demişdi, 7 demişdi, 3 sinus plus 4 kosinus 7 demişdi. Sonra qayıtdan müzakirə elədik biz. A sinus x plus b kosinus x funksiyasında ifadənin ən böyük qiyməti kök altında sinusun və kosinusun kvadratlarıdır. Ən kiçiyi həmin ifadənin mənfisi. Danışdıq, danışmadıq. Bəs yaxşı, 3 sinus x plus 4 kosinus x-dən söhbət gedirsə, sən buna ən böyük qiymətinə 7, ən kiçinə mənfi 7 deyə bilirdinmi? Sual verirəm. Ülvi. Xeyr mən. Niyə? Xeyr mən. Çünki mən x Bunların mənim argumentləri eynidir. Bunu yuxarıdakı düstura əsasən gedirik. Mən valideynlərə cavab verib qutara bilmirəm. Vallahi belə qutara bilmirəm. İndi gəlin baxaq. Sinus ən böyük qiyməti 7, ən kiçik mənfi 7 ola bilərmi? Xeyr. Səbəb. Xeyrin səbəbini kim izah edə bilər? Eşidirəm. Mən deyim. Burada argumentlər eynidir. Bunları bu düstura əsasən getməliyik də yuxarıdakı. Yox, argumentlər eynidirsə niyə 7 ala bilməz? Aha. Argumentlər fərqlidir. Mənim argumentlər eynidir. Fərqli olarsa 7 və mənfi 7 ala bilər. Mən deyə bilərəm. Bu indi danışan kim idi? Adı fərqli yazıb tuta bilmədim. Nübar müəllim. Nübar. Hə, Nübar. Qəsim mən səni tanımışam, Nübar. Hə, Nübar. Düzdür. Argumentləri bir-birinə bərabərdir. Bunu demişdik deyəsən. Eynidirsə 7 və mənfi 7 ala bilməz. Səbəb. İkincisi deməksiniz də görək səbəbini. Deyim müəllim. Buyur. Sinusun 1 aldığı qiymətdə kosinus 0 alır ona görə. Əgər argumentlər, indi qız əslində deyirdi, məncə Nübar bilir məsələn, sadəcə ifadə edə bilmədi. Əgər argumentlər eynidirsə, argument eyni qiymətində 3 sinus plus 4 kosinus ifadəsi 7 ala bilməz. Niyə? Çünki sinus əgər 1 alırsa, sinus 1 nə vaxt alır? 90 dərəcədə. Ondan belə çıxır ki, burada alfanın qiyməti 90-dır. Axı kosinus 90-da 0 alır. Yox, əgər kosinus 4 alıbsa, onda alfanın qiyməti 0-dır. Çünki kosinus 0-da 1 alır, 4-də 1-in 4. Amma 0 dərəcədə axı sinusun qiyməti 0-dır. Ona görə sinus və kosinus ikisi eyni zamanda 1, ikisi eyni zamanda 0 ala bilməz. Sinus 0-dırsa kosinus 1-dir, kosinus 1-dirsə sinus 0-dır. Yox, əgər bizə versəydi 3 sinus alfa plus 4 kosinus beta, bəli,
Arqumentlər fərqlidirsə, onda məsəl üçün alfanı 90 qəbul edərdim, betanda 0 qəbul edərdim. Onda ən böyük qiymət olardı 7. Fərqli arqumentlərdir. Yox, arqumentlər kiçik olacaqdır -7. Amma arqumentlər eyni olduqda sinus və kosisin qiymətlər çoxluğu kök altda a kvadratı plus b kvadratı ən böyük, mənfisi də ən kiçik. Demək ki, bu ifadənin ən böyük qiyməti kök altda 2-dir. Daha doğrusu bu ifadənin. Ən kiçik mənfi kök altda 2-dir. Elədir? Onda biri 2-1 üzərində kök altda 2-dir, biri 2-1 üzərində mənfi kök altda 2-dir. Bizdən isə ən kiçik qiymətini istəyir. Sizcə birinci ifadə yoxsa ikinci ifadə kiçikdir? Birinci. Təbii ki, birinci. Çünki buradakı mənfi bunu çevirir tərsinə. Olur 2-nin üstü kök altda 2. 2 tam neçə təxminən? 3-ə yaxın bir şey. Ona görə də birinci ifadə daha kiçikdir. Oldu? Olmadı deyəsən. Bəli, müəllim. İnşallah ki, elədir Hüseyin. Davam edək. Çox xahiş edirəm. Adət sualı qoysun, müzakirə eləmək nə gözəldir. Yəni tələsməyək. Olmayacaq, yarımçı qalacaq, qoy qalsın. Amma bilək ki, hər hansı bir məqamı öyrənə bildik. Eşidirəm. Deyil. Yetdi mən. 7-dən əvvəl sual varmı? 7 müəllim. Varsa baxalım. 7 məndə də. Gəlin, baxaq 7-yə. 7 Rəvan yoxsa Əli sən idin? Mən müəllim. Əli elə? Bəli. Mən sən ikinci səsizi qaçışdırdım. Əli və Rəvan. Rəvan ona qoşulmadı. Axı, opsi qrupda vardı ama. 7-yə gəlin baxaq. Fx bərabərdir sinus kvadratı x minus sinus x plus 7 tam %25. Funksiyanın qiymətlər çoxluğunu tapın. Sanki mən bunu izahat çəkib atmışdım, səhv eləmirəmsə. Funksiyanın qiymətlər çoxluğunu tapın. Bu ifadəni qruplaşdıraq. Sinus kvadratı x-i minus sinus x-i görüntüdə ifadəyə düşünün, gəlin 4-1 gəlib 4-1 çıxaq. Yəni, bilirik ki, ifadəyə istənə də əlavə edib və çıxsa, nəticə dəyişməz. 4-1 gəlib 4-1 çıxır. Yəni, 4-1-dən 4-1 istifadə eyni şey qalır. Plus nə var yenə? 7 tam %25. Bunu niyə yazdıq? Buradakı ilk 3 toplanan, bax, 3 toplanan bizə sinus x minus 2-1-in kvadratını verəcək. Baxın, birincinin kvadratı, birinci, ikinci hansının ikimizi plus ikincinin kvadratı. Plus. Bu 4-1, mənfi 4-1 elir 0,125, 7,125-dən gedər, bu da qalar 7. İndi ifadəni sadələşdirək. Sinus x-in, bax bu sinus x-in ən böyük qiyməti 1-dir. Ən kiçik isə mənfi 1-dir. Əgər 1 olsa, olacaq 1 minus 2-1-in kvadratı plus 7. Mənfi 1 olsa, mənfi 1 minus 2-1-in kvadratı plus 7. Bərabərdir 1 minus 2-1 eləyər 2-1 0,125 olar 7 tam %25. Amma burada eləyir mənfi 1 tam onda 5. 2 tam %25 olur 9 tam %25. Nə gözdən qaçırdım mən? Baxırsınız suala sizdə. 7 tam %25 və 9 tam %25. Suala baxırsınız siz. Bəli, mən. Bir də hamısını gözdən keçirək. Sinus kvadratı minus sinus idi, eləmi? Plus 7-dən 125. Buna sinus kvadratını olduğu kimi saxladıq. Sinus x olduğu kimi saxladıq. 4-1 gəlib 4-1 çıxır. Yəni, eyni ifadə gəlsin, nəsə dəyişməz. İndi burada
İlk 3 ifadə, bax, bu ifadə bizə sinus x minus 2 dəvri nəyə verir? Kvadratın. Həqiqətən birincinin kvadratı, çıxaq birinci də ikincinin a-sın. İkincisi plus ikincinin kvadratı. Əla. Bu mənfi 4də 1 ilə də 7 tam 125-i qruplaşdırsaq, mənfi 4də 1 mənfi 0 tam 125 edir. Üstə gəl 7 tam 125 qalar 7. İndi gəlin ifadəni qruplaşdıraq. Sinusun ən böyük qiyməti 1-dir. Ən kiçik qiyməti Mürtəzə 0. mənfi 1-dir. Aycan? Müəllim, mürtəzəni 0-a bərabər eləmirik. Ən kiçik qiymətdə. Məncə etmişəm burada. Mənfi 1 götürmüş. Ay Allah. Sağ ol. Allah kömək. Sən kimsən? Ayşə. Ayşə. Şükür. Ayşə danışdı və nə gözəl danışdı, hə? Sağ olun müəllim. Hə, şükür. Buna həqiqətən sevindim. Hə, sağ ol Ayşə diqqətin üçün. Olur. Sinus x minus 2də 1. Ən böyük qiyməti neçədir? 1. 1 minus 2də 1 oldu neçə bizim üçün? 2də 1. Kvadratı olacaq neçə? 0,125 plus 7. Ən böyük qiyməti olacaq 7,125. Eləmi? Tutaq ki, bunu götürək. Ya əgər mənfi 1 olsa, mənfi 1 minus 2də 1 kvadratı plus 7. İndi gəlin baxaq. Burada olacaq mənfi 1,5 kvadratı 2,25 plus 7 9,25. Ən böyük qiymət budur. Ən kiçik burada bunu götürmüşdük biz, eləmi? Amma digər tərəfdən bir mörtəzənin kvadratı ən kiçik qiymət nə ala bilər? 0. Düzdür? Onu unutduq. 0 plus 7 ən kiçik qiymətimiz olacaq 7. Olacaq 7-dən 9,25-ə qədər. Həmişə dediyimiz məqam, amma bir özümüz onu gözdən qaçırdıq. Bir mötərizənin kvadratı ala biləcəyi ən kiçik qiymət, mötərizənin cüt dərəcədən qüvvət, modul və kökaltı ifadə ala biləcəyi ən kiçik qiymət neçədir? 0-dır. Bu 3 ifadəni ala biləcəyi ən kiçik qiymət 0-dır. Neçəyə baxaq? Buyurun, arada sual qalmasın. 14-ə baxaq müəllim. 14 çox getdi. 14-dən sual var axı. Mən 9-a da baxaq da bir Niyə dənə. baxmayaq ki? 9. 0 pi, yəni də 0-180 aralığında sinus 5 sinus x və 2 sinus x funksiyanın ən böyük qiymətlərinin fərqini fx 5 sinus x-dir, gx funksiyası isə 2 sinus x-dir. Bizdən deyir ki, 0-dan pi-yə qədər, yəni hansı rübdə? Birinci və ikinci rübdə. Düzdür? İfadənin ən böyük qiymətləri. Birinci və ikinci rübdə, bu rübdə sinusun ən böyük qiyməti necədir, qardaş? 1. Onda 5 vurulsun 1, ən böyük olacaq 5. 2 vurulsun 1, ən böyük olacaq 2. Fərqi olacaq 3. Aydın olmadı? Oldu müəllim, oldu. Amma sənə deyə bilərdi ki, Mən. Məsəl üçün, pi 2pi aralığında. Pi 2pi hansı rübə çıxır? 4-cü rübə. Burada sinusun ən böyük qiyməti neçədir? 1 0. 3 və 4-də axı sinusun ən böyük qiyməti 0-dır. Ən kiçiyi də mənfi 1-dir. Amma birinci və ikinci rübə sinusun ən böyüyü 1-dir. Ən kiçiyi neçədir? 0. Yaxşı, davam edək. Buyur. 14-15 də var mənim məndə. 14-15 eşitdim mən, amma ondan əvvəl sual var axı. 11, 12, 13. Bu qədər şagird var burada. Necə bir sualınız yoxdur sizin? Ne var? Bəli müəllim. Əli, sualınız var yəqin ki, eşidirəm 14-ə qədər. Yoxdur mu? 14-15 məndə də müəllim. Yaxşı, keçdik 14-ə, olsun. 2 sinus alfa vurulsun kosinus alfa vurulsun tangens alfa. Tangensin yerinə əl yazaqmı? Sinus bölünsün kosinus. Plus 1. Bəli müəllim. Gəl ifadəni sadələşdirək. Kosinuslar ixtisar gedər.
Qalacaq 2 sinus kvadratı alfa plus 1. Düzdür qala? Bununla bunun hansıdır? Sinus kvadratı plus 1. İndi gəlin bunu baxaq qiymətləri çoxluğuna. Sinus kvadratının ən böyük qiyməti neçədir? 1. 1. Qəşəng. Onda olacaq 2 vurulsun 1, üstə gələk 1 oldu 3. Evet. Bəs ən kiçik neçədir? 0. A yaşa. 2 vurulsun Bu da 0 plus 1. Oldu 1. Əgər biz sualı buradan belə həll etmiş olsaydıq, ancaq buranı görsəydik, bax, sual bizim qarşımıza bu şəkildə çıxsaydı, onda cavab olardı hara? 1-dən 3-ə qədər. İfadənin ən Biri götürmür yandan. Bəli, yox, burada olsa Çünki götürərdik. kosinus ola bilməz. Yox, burada olsa götürərdik bu hissədə. Dedim ha, bu təmin həll etmiş olsa. Cavab olardı 1-dən 3-ə qədər. Amma sən məsələn necə ki biz irrasional tənlikləri və ya modul tənlikləri həll edəndən sonra qayıdıb baxırdıq ha, aldığımız cavab ifadəni ödəmir. Ya məxrəci sıfır eləyir, ya kökaltı ifadəni mənfi eləyir. İndi bizim burada aldığımız qiymət, bu sinus kvadratı 1 yazdıq ha. Yaxşı, sinus 1-i nə vaxt alır qardaş? 90-da. Eləmi? Sənin misalın əvvəlində bir dənə kotangens var idi. Kotangens dediyin şey yox, hansına baxırıq biz? Onda da baxırıq. Tangens var idi. Tangens dediyin ifadə sinus bölünsün kosinüsdür, eləmi? Yəni, əgər 90-da alıbsa sinus 1-i, sinus 90 bölünsün kosinüs 90. Yəni, 1 bölünsün 0. Mümkündür bu. Kəsin məxrəci 0 ola bilməz. 0-a bölmək qeyri-müəyyəndir. Ona görə də sinus burada nə 1-i ala bilməz? 90 dərəcəni. Ala bilərmi 1-i? Amma 0 ola bilər. Çünki sinus 0 nə vaxt alır? 0-da. 0-da sinus 0-da, amma kosinus 1-dir. 0 bölünsün 1, 0 yerdə ödəyir. Demək, burada sinus 3 ala bilməz. Amma 1-i ala bilər. Cavab olacaq 1-dən 3-ə qədər. 3 daxil deyil. Bizdən də istəyib tam qiymətlərinin cəmin. Biri 2-dir, biri də 1-dir. Cavab olur 3. Amma yəqin siz burada 6 almışdınız, hə? Yoxsa nə? Nuray. Bəli, mən 6 almışdım ben. Yəni 3-ü götürmüşdüm. Sualı 2 yazmışdım daxil ben. götürmüşdüm. Hə. İndi aydın nə demək istəyirəm mən sizə? Bəli, mən. Sən etmişsiniz, mən bunu izahını çəkmişdim bu sualı. İzahını çəkmişdim bu sualı. Mən xatırladığım qədərilə çəkmişdim xatırladığım qədərilə. Davam edək. Baxmısınız ki, yanına yerə. Deyirsiniz, baxmışıq. Mən linki sizə atmışam, qayıdıb linkə baxıram ki, baxıb 4 nəfər. Necə olub ki, buna siz baxmışsınız, 4 nəfər baxıb? Həll olmadı. Müəllim, sizin kanalınızın məndə abunəliyi var da, mən oradan girib baxıram. Sən kişi adamsan, başa düşdüm. Mən videonun özünə baxıram ki, 4 nəfər baxıb, məsələn 5 nəfər baxıb. Bəzən linkini atıram, yəni video kimi yerləşdirmirəm də, link kimi yerləşdirirəm. Mən qayıdıb baxıram ki, 5 nəfər baxır. Qrupda məsələn 10 nəfər varsa, bunun 5-i baxsın. Demək ki, 5-i baxmıyor da buna. 10 minus 5, 5 edir. Qəşəng fikirdir amma məncə. Bəli, əlbəttə ki. Düz edirsiniz. Sonuncu yayınızdır. Amma mən baxmışdım. Yaxşı, sual, buyurun. Eşitəmsin. Neçəyə baxaq? 16 müəllim. 16. Kök altında 5 sinus 7 alfa 2 kosinus 7 alfa plus 5. Bunların arqumentləri neçədir? 7 alfa, 7 alfa. Yəni bir-birinə bərabərdir. Bir-birinə bərabərsə bu ifadənin böyük qiyməti nə olacaq? Kök altda 5-in kvadratı, yəni elə 5 plus 2-in kvadratı, yəni 4. Böyük qiyməti 3-dür, kiçik qiyməti mənfi 3-dür. Əgər 3-dürsə olacaq 3 plus 5 8, mənfi 3 plus 5 2. Ən böyük və ən kiçik qiymətlərin hasilini 2 vurar 8, 16. Sual kim vermişdi? Nuray sən deyəsən, yoxsa yox?
Yox, mən Əvvəl müəllim. Qayıdıb baxa bilərik sola. Problem qaldı mı? Xeyr müəllim. Peki, elə olsun. Hər şeyiniz xeyir olsun. Elə. Neçəyə baxaq? 18 müəllim. Baxaq 18-ə. 10 kosinüs kvadratı alfa 2 sinüs kvadratı alfa ən böyük qiyməti və ya ən kiçik fərqi yoxdur. Gəl baxaq. Bu ifadənin ən böyük qiyməti necədir? Arqumentlərə eynidirsə. Hamıdan bu cavabı gözləyirəm və doğru cavabı gözləyirəm. 10 kosinüs kvadratı plus 2 sinüs kvadratının ən böyük qiyməti necədir qardaş? 10. 10. Bəs ən kiçik necə? 10'du müəllim. 2. 2. Düzdürmü? Əgər sinüs kvadratı və kosinüs kvadratı varsa arqumentlər eyni olan halda böyük əmsal böyük qiymətdir. Kiçik əmsal kiçik qiymət. Səbəbini izah eləmişdik məncə, yoxsa yox? Olmaz. Bu sual verildiyi üçün səbəbinə bir də qaydaq baxaq. Eybi yox, əriməyək. Sinüs kvadratı alfa plus kosinüs kvadratı alfa nəyə bərabərdir? 1-ə. Onu deyə bilərsən ki, 1 minus sinüs kvadratı nəyə bərabərdir? Kosinüs kvadratına. Və ya 1 minus kosinüs kvadratı nəyə bərabərdir? Sinüs kvadratına. Elədir mi? Çünki 1-in tərkibində sinüs kvadratı plus kosinüs kvadratı var. Ona görə birdən sinüs kvadratı çıxsan kosinüs kvadratı qalır. Kosinüs kvadratı çıxsan sinüs kvadratı qalır. Bu baxımdan 10 kosinüs kvadratı alfanı saxlayırıq. 2 vurulsun. Sinüs kvadratın yerinə məsəl üçün bu ifadəni yazaq. 1 minus nə? Kosinüs kvadratı. Bunda sadələşdirsən 10 kosinüs kvadratı alfa 2 minus 2 kosinüs kvadratı alfa qalır. Ondan ikisini çıxsan qalar 8 kosinüs kvadratı alfa plus 2. İndi baxacağıq. 8 kosinüs kvadratının ən böyük qiyməti 8-dir. Ən kiçik qiyməti neçədir? 0-dır. Eləmi? Yəni kosinüs kvadratının daha doğrusu belə deyək də ən böyük qiyməti 1-dir, ən kiçiyi 0-dır. Kosinüs kvadratı ən böyük 1 olacaq 8 vurulsun plus 2. Ən böyük 10. 0 ise 8 vurulsun 0 plus 2. Cavab olacaq 2. Ona görə böyük əmsal böyük qiyməti, kiçik əmsal kiçik qiyməti verir. Yenə aydın olmadı deyəsən. Yox, aydındır müəllim. Sual bitdi məndə. Sual necə bitdi ki? Suallarımız çoxdur bizim. Buyurun, eşidirəm mən sizə. Davam edin. 30'a qədər sual. 22. 22'ye baxacaq. 22. 22'dən əvvəl sual eşitdin mi, yoxsa mənə gəldi? Xeyr müəllim, 22 məndə dedi. 22. Deməli, sinus 35 plus x plus sinus 25 minus x minus 2'də 1. Axı sinus 30 var. İfadəsinin nə istəyir bizdən? Ən böyük qiymətini təyin edin. Burada arqumentlər fərqlidir yoxsa yox? Fərqlidir. Bir burada bilirsiniz nəyə gələ bilərik? Cəmin hasilə çevrilmə düsturu var. Eşitmişsiniz mi onu? Biz onu keçmişdik. Yadımda deyil. Bəli, işləyəcəyik indi. Yox, indi işləyəcəyik. Sinus alfa plus sinus beta olacaq 2 vuraq sinus alfa plus beta bölə 2 vuraq kosinus alfa minus beta bölünsün 2. 2 vurulsun sinus alfa plus beta bölə 2. Bunları toplasam alfaları. X'lər gedər, qalar 60 bölə 2 olar necə? 30. Vurulsun. Kosinus alfa minus beta bölə 2. Kosinus. Bunlar bir-birindən çıxsan, 35 çıxaq 25, indi nəysə də fərqi yoxdur, qalacaq 10, o da yarı bölsək, x-də olur, qalır 5 plus x, 1'e bir şey. Minus 1'də neçə var? 2'də 1 var. Bu sinus olsun neçə ildir qardaş? 2'də 1. 2'də 1'lə 2 gedər. İfadəni sadələşdirəndə kosinus 5 plus x minus 2'də 1 qalır.
Kosinusun ən böyüyü 1-dir, ən kiçiyi mənfi 1-dir. 1 minus 2-də 1 olacaq 2-də 1, mənfi 1 minus 2-də 1, mənfi 1,5. Ən böyük qiymətin cavabı olacaq 2-də 1. Bildik mi? İndi burada bir sıxıntı olsa problem yoxdur. Canı sağ olsun. Mənim 23 var. Məndə də müəllim. %23. 23'ü yazan var deyəsən, kömək edəcək bizə. Kim yazır? Səs kəsildi. Yazan var mı sual 23'ü? Xeyr müəllim. Nəyə xeyr oldu ya? İfadənin ən böyük qiymətini tapın. Əvvəlcə biz ifadənin bilirsiniz neyək? Qruplaşdıraq. Bir belə qruplaşdırma apara bilərik ki, burada bu 6 sinüs kvadratın minus 2 sinüs kvadratı minus 4 sinüs kvadrat yaza bilərik. Bu kosinüs kvadrat minus sinüs kvadratından kosinüs kəfi gətirə bilərik. Bu 6 sinüsü da 6'da 2 vuraq 3 yazsaq, Cüzgüsüzdən bu hissələr keçməmişik, amma siz yəqin ki də bilirsiniz, ya bilmirsiniz. Burada şey kimi yazmaq olmaz. Bu kosinüs kvadrat alfa yazır. Onu azaltma düsturu ilə yazmaq olmaz. Dərdən aşağı salma düsturu ilə, əlbəttə. Dərdən aşağı salma. O qədər fərqli yolla getmək olar ki, məsələn, birinə tutub danışırıq biz. Yendirəm, 6'nı 2'yə və 4'ə parçalayaq, 2'ni qruplaşdırıb çıxarır buradan da, bu birisi 6'dan da 2 vuraq 3 yazılır. Ya istəsən belə eləyə bilərsən. Bilsən nə edə bilərsən? Heç hamısını qoyduq qırağa. Gəl bu yolla gedək. 2 vurulsun, bu kosinüs kvadratı var ha, yerinə yazaq 1 minus nə? Sinüs kvadratı. Bura yenə çıxacaq bilsən nəyə? Demək, sinüs kvadratların islahına gelib çıxsaq, burada sinüs 2 alfa gəlib çıxacaq. Yazaq mı bilmirəm. İsim yazaq. Demək, kosinüs kvadratı yerinə yazaq. 1 minus sinüs kvadratı minus 6 sinüs kvadratı x. Bu 6'da yazaq 3 vurulsun, 2 vurulsun sinüs x kosinüs x. Bu 6'nın yerinə. Bu yaxşı olmayacaq, yox. Çünki burada 2 qat arqument qalır. Müəllim, bu kosinüs kvadratını şey yazmaq olar. 1 üstəgəlin sin kosinüs 2 alfa bölünsün 2. Ölüyü 10 deyir. Dedim ki, onu yazmayaq. Niyə olmur ki? Sən bunu belə yaza bilərik. Yəni, hansı yolla baxsan, cavabı geçirsən. 2 kosinüs kvadratı x'i saxlayaq, eşitirsən, bunu var 6 sinüs kvadratı. 6 sinüs kvadratın yerinə yazaq. Deməli nə? 2 sinüs kvadratı x minus 4 sinüs kvadratı x. Yəni 2 və 4'ə parçalayaq. Plus, buradakı bu 6 sinüs vardır. Onun yerində 3 vuraq 2 vuraq sinüs x kosinüs x yazaq. Niyə belə yazaq? Bu birisi x-indən 2'nin kənara çıxarsaq, qalar kosinüs kvadratı minus sinüs kvadratı. Sənə nəyi verəcək? Kosinüs 2 alfanı. Bildin nə edirik? Minus 4 sinüs kvadratı hələ ki qalsın. Plus 3 vurulsun. Burada nə var? Sinüs yenə nə? 2 alfa. Burada. 3 sinüs 2 alfa. İndi bunu da qruplaşdırsaq, olacaq 2 kosinüs 2 alfa plus 3 sinüs 2 alfa. Bax görürsən, bu. Arqumentlər eyniləşdi mi? Minus 1'dən nə var? 4 sinüs kvadrat x. Məsələn, buradan gelə bilərsən cavaba. Cavaba hardan gedərsən, bilirsən? Bu ifadə var ha burada. Sən deyilən 2 sinüsla 2 kosinüsü. Və burada bizim sinüs kvadratımız var.
İndi sinüs kvadratda yenə nə edək biz burada? Sinüs kvadratın yerinə yazaq. 2 kosinüs 2x-i saxlayaq. 3 sinüs 2x-i yenə saxlayaq. Minus 4 vurulsun. Sinüs kvadratı yenə yazaq. 1 minus kosinüs kvadrat x. 2 kosinüs 2x 3. Amma uzun oldu. Bunu yazaq. Sinüs 2x minus 4 plus 4 vuraq kosinüs 2x. İndi kosinüs 2x-i hansı ki kosinüs 2 alfanın asılışı var da, 3 tane asılışı var da, hansını xatırlayırsınız? Birincisi hansıydı? Kosinüs kvadratı minus sinüs kvadratı. Yazmışıq biri. 2 kosinüs kvadratı alfa minus 1. Digəri 1 minus 2 sinüs kvadratı alfa. Bilmirəm, bunları xatırlayırsınız yoxsa yox. Və üçüncü açılışdan kosinüs kvadratın əvəzinə biz yaza bilirik nə? 1 plus kosinüs 2 alfa bölünsün 2. Bunun yerinə. Bu da bərabərdir. 2 kosinüs 2 alfa 3 sinüs 2 alfa. Bu 4 ilə bu 2 ixtisar gedər, burada 2 qalar. Minus 4, 2-ni vursaq plus 2 kosinüs 2 alfa. O da bərabərdir. Bu ikisi bizə verəcək nə? 4 kosinüs 2 alfa plus bu 3 sinüs 2 alfa minus 2. Mənfi 4 ilə 2. Artıq burada arqumentlər eyniləşdi və bir funksiya yarandı. 4 kosinüs 2x plus 3 sinüs 2x-in ən böyük qiyməti neçədir? 5. Bunların kvadratları cəmi. Ən kiçik qiyməti neçədir? Mənfi 5. Ən böyük 5 isə olacaq 5 minus 2, 3. Mənfi 5 isə mənfi 5 minus 2 olacaq mənfi 7. İstəmişdi ən böyük qiymətin cavab olacaq 3. Da belə yazsa buradan gəlib çıxaq belə. Və yaxud da bunu elə misalın əvvəlində də sadələşdirdilərdik, amma yenə də bunu uzatmalıyıq. Fərqi yoxdur. Gedişimiz aydın oldu mu Ayşə, nə etdik biz? Bəli, müəllim, bəli. Ben error verdi, ya. Neçəyə baxaq? 27. 24. 27 çox gedirsiniz. 24'ə baxaq. 26. Onda baxacağıq sual 24'ə. Bir belə yaza bilərik. Bu iki var, görürsünüzmü? Bunu çox fərqli qruplaşdıra bilərik. Məsələn, hətta bunu karşıya gətirə bilərik. Qarşıya bir mənfi verir. Amma yazmaq istəmirsə, 2'nin yerinə yazaq 1 plus 1 minus 1'də nə var? Kosinüs kvadrat x. Müəllim, bir dəqiqə sayın. Mən telefonu bağlayım, təzədən girim dərsə, çünki ekran getdi məndə. Bir dəqiqə. Gəldi müəllim, gəldi. Qoşun qoşa biləm. Hə, artıq qoşa bilirsən avtomatik olaraq. İndi baxsan bura. Bu 2 var ha. 2'nin yerinə yazırıq 1 plus 1. Olsa 2'dir də. Minus kosinüs kvadratı minus kosinüs üstündə 4 alfa. Gördünüz nə etdik? Sadəcə 2'ni 1'ə və 1'ə parçaladıq. Yaxşı. Bəs 1 plus bu kotangens kvadratı alfa bizə nəyi verirdi? Xatırlamırsınız? Siz gəlin açılışını yazaq. 1 bölünsün sinüs kvadratı. Ay sağ ol. 1 plus kotangens kvadratı alfa nə verir deyəndə, biri bir kimi saxlayaq. Kotangens kvadratının yerinə qoyacağıq. Kosinüs kvadratı bölünsün sinüs kvadratı. Yəni biri ortaq məxrəc eləmək üçün hər tərəfini sinüs kvadratına vuracağıq. Plus nə var birdə? Deməli, kosinüs kvadratı bölünsün sinüs kvadratı. Beləliklə, kəsin məxrəci qalacaq elə sinüs kvadratı. Yuxarıda
sinus kvadratı plus kosinus kvadratı. Nə verəcək bizə? 1. Onda belə çıxır ki, 1 plus kotanget kvadratı nə verəcək bizə? 1 bölünsün sinus kvadratı, eləmi? Baba bu ifadə. Bu ifadənin yerinə yazarıq 1 bölünsün sinus kvadratı alfa. Vuraq. Qaldıq bu mötərizənin əlində. Burada çox sadə bir şey göstərir. Nə edə bilərik burada? Müəllim, bir çıxılsın kosinus, bir də bir üstə gələk kosinus. Ay Gedərim. yaşa. Bir burada, bax bu ifadə ilə bunu bir götürə bilərik istəsən. Bununla da lap bunu bir götürək. Qruplaşda görə nə verəcək bizə? Bu ifadə olacaq 1 minus kosinus kvadratı. Sənə nə verəcək? Sinus kvadratı. Düzdürmü? Bu birdən birin bölüm. Təzədən 1 minus kosinus 4 var ha. Onu yazaq. 1 minus kosinus kvadratı 1 plus nə? Kosinus kvadratı. Kosinus kvadratı. Yəni, bax bu ikisinin fərqi ilə, yəni kosinus 4'ü kosinus kvadratının kvadratı kimi yazsa, olacaq fərqi ilə cəminin hasili. Bərabərdir. 1 bölünsün. Sinus kvadratını burada saxlayırıq, vurulsun. Lap istəsəz burada yenə də sinus kvadratını saxlayaq. Sinus kvadratını yenə saxlayaq. Plus 1 minus kosinus kvadratı yenə sizə nə verir? Sinus kvadratı verir. 1 plus nə var? Kosinus kvadratı alfa. Gördünüz mü? Bunu da bir bərabər eləsən, nəfsə gətirəcək. 1 bölünsün sinus kvadratı alfa. Bunun hər ikisindən istəsəz sinus kvadratını vuruq kimi çıxarda bilərsiniz. Çıxartdıq mı kənara? Qalacaq burada nə? 1 plus kosinus kvadratı alfa. Problem var? Xeyr, müəllim. İndi bu ifadə, qoy yuxarı azı silim və yerləşdirilir. Mötərizənin daxilinə olsa sinus kvadratları nə qalır? İxtisar gedər. Qalarmı? 2 plus kosinus kvadratı alfa. İfadə sadələşdir. İndi kosinus kvadratının ən böyük 1'dir. Bayaq dedi ya, gözünüzdən qaçan məqam. Ən kiçik neçədir? 0. 2 plus 1 3'dür. 2 plus 0 2'dir. Bizdən istəyib bu ifadənin ən kiçik qiymətini. Cavab olacaq 2. Buna ayrı gediş verən vardı mı? Ayrı yolla işləyən vardı mı bu sualı? Eşidirəm sizə. Xeyr müəllim, mən belə yazmışam. 30 daxil sual. 26, 27. 26, 27. 26. 26'da funksiyanı verir. 5 sinus x 12 kosinus x minus 4. Deyir, funksiyan qiymətlər çoxuna daxil olan tam ədədlərin nə edək biz burada? Yəni, bayaqdan baxdığımız qaydadır da, yoldaşlar. Bu 5 sinus x plus 12 kosinus x-in ən böyük qiyməti neçədir? Əlbəttə ki, 5 sinus x qardaş plus 12 kosinus x-in ən böyük qiyməti kök altı 5 ilə 12'nin kvadratları cəmi 13, ən kiçisi də mənfi 13'dür da, elədir mi? Onda ən böyük olar 13. Bu ifadə. Çıxaq 4. Yəni 9. Neçədir? 3. Bəs ən kiçik qiyməti? Ən kiçik qiyməti olacaq mənfi 13 minus 4. Yəni kök altında mənfi 17. Biz hər halda həqiqətlər çoxuna kök altı mənfi 17'yə baxası deyil ya. Ona görə bunun ən kiçik qiymətini necə qəbul edəcəyik biz onda? 0. Onda bu ifadədə ən kiçik qiyməti 0'dır, ən böyüyü də 3'dür. Tam ədədlərin sayını tap 0, 1, 2, 3. Aydın olmadı?
Oldu müəllim. Oldu. Devam edək, buyurun. Eşitirəm sizi. Neçəyə baxaq? 27. 27 müəllim. 27 müəllim. Deməli, pi 2-də 3pi. Hansı bə düşür? Üçüncü rübə. 180, 270. İntervalında y bərabərdir. Kök altında tangens x plus kotangens x plus 7 funksiyasının ən kiçik qiymətini tapın. Kök altında. İndi sizin fikrinizcə üçüncü rübdə tangens və kotangens hər ikisi necə qiymətlər alır? Müsbət. Müsbət. A yaşı. Müsbət. Onda bu ifadənin ən böyük qiyməti var. Xeyr müəllim. Bu ifadənin müsbət sonsuza qədər gedir. Ən böyük qiyməti yoxdur. Müsbət sonsuza qədər davam edir. Amma nəyi var? Ən kiçik qiyməti var. Bəs görəsən bu ifadənin ən kiçik qiyməti neçədir? Burada gəlin adını çəkək. İnşallah universitetə qəbul olanda bu müqəddəs kişilərin adını çox eşidəsiniz. Koşi teoremi. Uşaqlar tanımırsınız. Biz bunun haqqında danışmışdıq sizinlə. Loğman. Bəli, mən hazırda demişdim. Tangens üstə gəlib 1 bölünsün tangensi idi. Ay yaşa. Tangens x plus kotangens 1 bölünsün tangens deməkdir. De düzdürmü? Burada bir xassə var. İstənilən ədədin nə olursa olsun özü ilə tərsinin cəmi mənfi sonsuzluqdan mənfi 2-yə qədər daxil. Bir də 2-dən müsbət sonsuza qədər qiymətlər ala bilər. Elə bir ədəd yoxdur ki, onun özü ilə tərsinin cəmi bax bu hissiyə mənfi 2 ilə 2 arasına girə bilsin. Mənfi, müsbət, sonlu, sonsuz, göydən çıxan, çıxmayan həqiqi ədədlər sistemində hansı ədədi verirsənsə ver, onun özü ilə tərsinin cəmi məsələn mənfi 1 tam heç eləyə bilməz. 1 tam heç edə bilməz. 1 də ola bilməz. 0 da ola bilməz. Mənfi 2 ilə 2 arasına girə bilməz. İxtiyar ədədin özü ilə tərsinin cəmi mənfi 2 ilə 2 arasına girə bilməz. Mənfi sonsuzdan mənfi 2 qədər ola bilər, bir də 2-dən sonsuza qədər. Bax, bu bərabərsizliyə koşu bərabərsizliyi deyirlər. Xatırladaq və ya bilməyənlər üçün bilək. Məsəl üçün, götürsən 5, tərsi 5-də 1, olur 5-dan 5-də 1, getmiş 2-dən o tərəf. Yaxşı, desən kiçik ədəd götürürəm, məsəl üçün 3-də 1. 3-də 1-in tərsi yenə olur 3. Yenə olur 3-dən 3-də 1, getdi bu birisi tərəfə. Yəni, heç bir halda mənfi 2 ilə 2 arasına girə bilməz. Və burada tangensdən kotangens 3-cü rübə düşür. Müsbət qiymət aldığına görə bu mənfi hissəni görsə silib atdıq. Olacaq buradan belə. 2-dən sonsuza qədər. Ən kiçiyi neçədir? 2. 2. A isə o. Üstə qəbədə nə var? 7. O da kök altında 9, o da 3 çıxır. Ay, Allah əmrünüzün eləsin. İfadənin ən kiçiyi 3-dür. Maraqlı sualdır. Əslində asandır, amma maraqlı sualdır. Həm də yeni bir anlayışı bilməyənlər üçün bilmiş olduq. Duyğu, bilirdin bu qaydanı? Koşu bərabərsizliyini. Hayır.
Bildikmi indi? Yəni elə düşünsəz və axtarsız elə bir ələt yoxdur ki, özü ilə tərsini toplayaq, mənfi 2-nin kənarından keçsin. Mümkün deyil. Bax, buna deyirik qoşu bərabərsizliyi. Buyurun. 40-a qədər, 37-yə qədər sual. 34-35. Vay, 34-ə. Baxaq da. Demək, alfa mənfi pi bölü 2-nin 0 arasında yerləşir. Yəni, hansı rübə düşür, bilirsən bu? 4-cü rübə. Mənfi 90 budur, bu 0-dır. Olarsa, tangens alfa plus kotangens alfa bölünsün 5-in ən böyük. Bu, bayaq baxdığımız qaydaya aiddir. Qoşu bərabərsizliyi. Ay, yaşa. Amma burada bir məqama fikir verərsən, hansı rübə düşür? 4-cü rübə. Mənfi qiymətləri alır. Özü ilə tərsinin cəmi mənfi olan hansı idi? Mənfi sonsuzluqdan mənfi 2-yə qədər. Düzdür? Bu ifadənin ən böyük qiyməti neçədir, qardaş? Mənfi 2 bölünsün 5. Mənfi 0,4. Tutmadıq fikri. Müəllim. Qəşəng. Məsəl üçün, baxırsanmı sual 35-ə? Bu dəfə eyni sual, yenə hansı rübə düşürlər amma bu dəfə? Birinci rübə. Bildir ki, bunlar müsbət olacaq 2-dən sonsuza qədər. Eləmi, qardaş? Bəli. Ondan təbii ki, ən böyüyünü soruşanmaz. Bunun ən böyük qeydməyəndir. Ən kiçiyini deyə bilər. Ən kiçik olacaq 2 bölünsün 12. Ay, yaşa. Duq fikri. Desən aydın oldu. Bəli. Qəşəng. Əla. Gözəl xəbərdir. Davam edək. Buyurun. Otuz 36. Əvvəl sadələşdirək. Sinus pi plus alfa. Daxil biz cərəyan düsturdan keçmişik. Mənfi sinus olur. Ay, yaşa. Ad dəyişmir, olduğu kimi qalır, amma üçüncü rüb mənfi. 2-də 3, 270. Ad dəyişirmi? Dəyişir. Amma düşür 4-cü rübə. Olduğu kimi qalır. Plus sinus alfa. Müsbət daha doğrusu. Plus 6 sinusun kubu plus 1. Bunlar getdi. Deməli qaldı 6 sinusun kubu plus 1. Ən böyük 1-dir, ən kiçiyi mənfi 1-dir. Kubdan söhbət edir də. Olacaq 7 mənfi 5. Nə istəyib səndən? Cəmi istəyib cavab olacaq 2. Elə olmur? Elədir. O sezli sualı eynidir. Davam edək, üzr istəyirəm. Yorğunluq bizi öldürəcək. Neçəyə baxaq? Buyurun. Keçdik tərs segmentik funksiya anlayışına. İşləmişsiniz, baxmışsınız, nə gözəl. 15-ə qədər sual. Dörd. 4. Yetərincəsinin rahat sualdır. 2 vurulsun. Bax, aktaniyes, baxaq. Baxmağa dəyər bu suala. Amma asan sualdır. Ark, tangens, məncə bunu izah eləmişdim. İzah etməmiş olmazdım. Daha doğrusu dəqiq eləmişdim. Plus, ark, kotangens kök altında 3 bölünsün 5. Onda belə çəkdiyim izahın mənası yoxdur. Pi bölü 2 idi müəllim. Yəni biz tamamlayıcı bucaqdan danışmışdım orada mən. Tamamlayıcı bucaq nə idi? Sinus alfa, daha doğrusu sinus 3/1 sinus alfa bərabər kosinus alfa, daha beta bərabərdir 3/1. Sinusun kosinus qiyməti bir-birinə bərabərdirmi? Ona mütləq alfa plus beta nəyə bərabərdir? 90 dərəcə. Buna tamamlayıcı bucaq deyirlər. Tamamlayıcı bucaqda sinusun qiyməti kosinusa bərabərdir. Kosinus da sinusa. Tangens kotangensə, kotangens tangensə. Yəni bu nə deməkdir?
Məsəl üçün yazırıq. Sinus 60 neçə alır? Kök altı 3 bölü 2. Bəs yaxşı, kosinus 30-da neçə alır? 2'də 1. Yox, 2'də 1 yox. Elə Kök eyni. altı 3 bölü 2. Tangens 60-da neçə alır? Kök altı 3 alır da. Kök altı 3. Kotangens bunu nə vaxt alır? 3 kök altını bölünsün. 30-da. 30. Bəs yaxşı. Sinus 12 dərəcədə aldığı qiyməti kosinus nə zaman alır? 78. 78. 78 demə. 78. Tangensin 70'də aldığın kotangens nə vaxt alacaq? 20-də. 20-də. Bax, bu deyirlər tamamlayıcı bucaq. Tamamlayıcı bucaqda cəmi 90'a tamamlanan bucaqlarda trigonometrik funksiyaların qiymətləri bir-birinə bərabərdir. Yəni, söhbət sinus, kosinus, tangens, kotangesdən gedir. İndi baxırsan mı? Deyir, tangens kök altı 5 bölünsün 3. Tangens kök altı 5 bölünsün, kök altı 3 bölünsün 5 nə vaxt alır? Sən bunu heç zaman bilə bilməzsən. Çıxada bilməyəsən bucaq olaraq. Amma bildiyin olur ki, tangens və kotangens eyni qiyməti nə zaman alır? Tamamlayıcı bucaqda. Buradakı bunun arctangens bu alfa elirsə, kotangens bu beta elirsə, mütləq bu alfa ilə beta'nın cəmi sənə 90 verir. Cavab olacaq 180, yəni pi. Sual kim vermişdi? İndi aydın olmadı deyəsən. Oldu. Tam tutun məsələni. Bəli. Duyğu, cavabı verdiyin anında onunla bir saniyə çənin. Mikrofonu bağlayırsan. Müzakirəyə açıq olun. Davam edək. Sual verin. Eşidirəm sizi. 9. 9. Bax, bu da qəşəng sualdır. Maraqlı sualdır. Yəni, standartdan kənar sualdır. Dokuzuncu sualda yazıb. Arc, sinus, 5'də 92 pi. İlk öncə nə edək bilirsiniz? Bu arc, sinus bəli qalsın. Sinus. Bu 92, məsələn, bizə böyük arqument verəndə onu nə edirdik? 360'a bölürdük. Bu 5'də 92 pi var, ha? 92'nin bölsə 18 düşər, qalxda 2 qaldı, eləmi? Yoxsa? Düzdür. Aha. Olacaq 18 pi plus neçə? 5'də 2 pi. Yəni, bunun yerinə yazsaq. İndi özünüz düşünün də, sinus 5'də 92 pi'nin yerinə həm də sinus 18 plus 5'də 2 pi yaza bilərsən. Bu 18 9 dəfə dövr edib, qayıdıb eyni yerə. Elə yenə də nəyə bərabər? Sinus 5'də 2 pi'yə götürə bilərsən. Yəni 5'i 92 yerinə yazaq, 5'də 2 pi. Bu ilk atdığımız addımdır. İndi sualın cavabını tapmağa çalışaq. Bilmirəm, əlimi görə bilirsiniz, yoxsa yox. Biraz ekran bazadır orada. Baxın, bu qələmi düz tutmuşam. Yəni, bu elektron qələmdir də. Bu qələmi düz tutmuşam. Bir dəfə tərsinə çevirdim. Bir dəfə tərsinə çevirdim. Yenə nə etdim? 360 Əvvəlki yerinə qayıtdı. 360. Özü alındı. Eyni yerinə. Bir şeyin tərsinin tərsi nə edir? Onun özünü verir. İndi nəyi demək istədik? Gəlin burada baxaq. Yazaq. Sinus arc sinus 2'də 1. Elə bil tərsini tapırsan. Sinus arc sinus.
Biz sənə verəcək bu birbaşa. 2-də 1 elə özün verəcək. Niyə verdi? Gəl baxaq. Sinus arc sinus 2-də 1 yazmışdıqmı? Sinus olduğu kimi qalsın. Arcsinus 2-də 1 nə vaxtlar bunu? 30-da. Təzədən qayıdıram. Sinus olsun neçə edir? 2-də 1. Elə bir ifadəni tapır da geri qaytarırıq. Tərsinin tərsi. Və yaxud tərsinə yazaq. Arc sinus sinus 45. Bax, bunun cavabı 45-dir. Yaxşı, yoxlayaq. Arc sinus sinus 45 deyək. Olsun arc sinus. Qədər sinus 45 necə alır? Kök altı 2 bölünsün 2. İndi tərsinə baxıraq. Arc sinus kök altı 2 bölünsün 2 nə vaxt alır? 45-də. Funksiyanın tərsinin tərsi onu özün verir. Onda arc sinus sinus 5-də 2 pi sana nəyə verəcək? 5-də 2 pi ilə. Nüvara aydın olmadı. Məsəl üçün. Bəli, müəllim. Aydın olmadı. Xeyr, müəllim. Məsəl üçün, nə aydın olmadı? Nəyi imədə tabi mənim söhbətdə görün mən. Məsəl üçün, sinus 2 pi böl 5-ə qədər aydındır, onu bildim. Aha. Hə. Gəl baxaq. Bura qədər aydın verə çevirmə. Bax, sinus sinus 2-də 1. Sənə nəyi verəcək? Məsəl üçün deyirəm də. 2-də 1. Elə bir funksiyanın tərsini burada görürsən, qayət tərsini tapırsan. Yenə onun nəyi verəcək? Özü. Bax, buradakı arqument verəcək. Tərsinin tərsini tapırsan, yenə nəyi verəcək? Özü verəcək. Bax, görürsən. Sinus sinus 2-də 1 deyirsənsə, sən 2-də 1 verəcək. Niyə? Gəl yoxlayaq. Sinus sinus 2-də 1 burada yoxlayaq indi. Sinus olduğu kimi qalır. Sinus 2-də 1 neçə eləyir? 30. Bəli, sinus 30 neçə eləyir? Yenidən qayıdır. 2-də 1. Və yaxud yazdıq. Sinus sinus 45. Cavab neçə olacaq? 45. Tərsinin tərsi özün verəcək. Niyə? Əgər sinus sinus 45-i tapırsansa, ilk öncə nəyə tapırıq biz? Sinus 45-i. Sinus 45 neçə eləyir? Kök altı 2 bölünsün 2. Sinus kök altı 2 bölünsün 2 nə vaxt alır? 45-də. İndi sinus 2 pi bölünsün 5-də hər hansısa qiymət alır. Məsəl üçün, tutaq ki, deyək ki, 3-də 1 eləmi? İndi təzə yanacaq sinus 3-də 1 nə vaxt alır? 2 pi bölünsün 5-də. Yenə aydın olmalı sənə. Aydın oldu müəllim. Amma sualın sahibi kiminsə onun səsi gəlmir. Ona hələ aydın olmuyor. Sual kim vermişdi? Oldu müəllim. Oldu, mən vermişdim. Davam edirik. Sual. On üç. Onun üçün müəllim. Çox maraqlı. Əslində dərin sualdır. Amma asan sualdır. Sinus tamamen qızılır. Arc kotangens x. Bir qiymətlər çoxluğunu tap. İndi sual belə verək. Bu kotangens x funksiyası harda alır qiymətlərini bilirsiniz? Kotangens x dediğin şey kosinus x bölünsün nədir? Sinus x. Kotangens x funksiyası baxın. Burada başlayır. Bax, gəlir, burada nə edir? Bitir. Bax, bu hissə ilə bu hissə kotangens x funksiyasının kəsilmə nöqtəsidir. Nə demək kəsilmə nöqtəsi? Yəni, bu funksiya burada və burada təyin olunmuyor. Yəni, kotangensə nə sıfırda nəcən vermək olmaz. Niyə? Onda olacaq kosinus 0 bölü sinus 0. Yəni, 1 bölü 0. Mümkün deyil axı. Nə də kotangens x-ə? 180 dərəcəni vermək olmaz. Olacaq -1 bölü 0. Yenə mümkün deyil.
Demək, kotangens funksiyası harda alır qiymətləri? 0-dan 180-ə qədər. Bax, ancaq bu hissədə. Bu hissədə alır bütün müsbətləri, bu hissədə alır bütün mənfiləri. Amma nə 0-ın özünü verə bilərsən, nə 180-i verə bilərsən. Fikrim aydındır, yoxsa yox? Bax, arctangens x, arctangens x funksiyası hansı bucaqlar ola bilər? Yalnız 0-dan 180-ə qədər. Misal üçün atıram, Məsələn, yazıram arc kotangens 5. Axı 5 alır məsəl üçün. Nə vaxt arc tutaq ki, deyək də 70 dərəcədə məsəl üçün. Və yaxud da arc kotangens mənfi, nə bilim, olsun 7-də 5. Nə vaxt alır? Məsəl üçün 120 dərəcədə, bax burada. Yəni, bütün müsbətləri alır burada, bütün mənfiləri alır burada. Arctangensə bura arqument hissəsinə hansı qiyməti verirsənsə ver, ancaq sadəcə bucaq olacaq 0-dan 180-ə qədər. Deməli, arctangensdən çıxan bucaq gedəcək bir sinus 0-a qədər, amma 0 daxil deyil. Bir sinus nəyə qədər? 180-ə qədər. Sinusda 0-dan 180-ə qədər hansı qiymətdə alır? Kim deyər? Ən kiçik qiyməti neçədir? 0-da eləmi? Amma 0-ın özünü ala bilmir. Çünki 0 almasını 0 qoymalısan. Bəs ən böyük qiyməti neçədir? 1-in özü. 0-180 aralığında sinusun qiymətləri nədir? Ən kiçiyi 0-dır. 0-a yaxın daha doğrusu. Ən böyük 1-in özü. Cavab olacaq E bəndi. Bəs təfəkkür istəyən sualdır. Dəfələr diqqətlə izləsəniz yaxşı olar sonradan. 19. 19. Dağılır. 19-da funksiyanı verib arc kosinus ln kök altında x plus 4 təyin oblasını tapın. Yəni deyirsən x-ə hansı qiymətə verə bilərsən? Bir dənə sual verirəm sizə. Arc kosinus 3 verə bilərəm. Bütün hələ sual ünvanlamışam. Eşidirəm sizi. Aç mikrofon danışın. Arc kosinus 3 verə bilərəm mən. Nuray, cavab səsin gəlsin. Eşidirəm səni. Yox, müəllim. Niyə? Yorğunsunuzsa dayandıraq. Yorğun deyilsə danışaq. Nədir belə? Bölüşmədim. Loğman, eşidirəm səni. Qiymətlər çoxluğu mənfi 1 aralığında Danış da, bəs mən kosinus 3 deyə bilərəm, kişi. Mən ən çox halda deyə bilərəm arc kosinus 1. Ən aşağı deyə bilərəm arc kosinus mənfi 1. Sən necə ola bilər ki, deyə bilərsən ki, arc kosinus 1,5. Yaxşı, kosinus 1,5 alır. Bu arqument hissəsi var, bax bunun kosinusun ala biləcəyi qiymət. Yəni, yazıram bura. Həmən başa düşdüm mən. İndi anladım. Aha, x plus 4. Mənfi 1 ola bilər. Bir də ən çoxu 1 ola bilər.
Hə? Ya 1 ola bilər, Bəli, müəllim. ya mənfi 1 ola bilər. Bu bərabərsizliyi həll edəcəyik. Bu isə siz qalsın. Yaxud da həll etsək, yenə sadə bir şeydir əslində. Bir dəfə deyərsən ki, loqaritma y əsasında da bu naturaldır. Kök altına x plus 4 böyük bərabərdir mənfi 1, x plus 4 böyük bərabər y üstü mənfi 1, yəni 1 bölünsün y, x böyük bərabərdir, 4 keçsin o üzə, 1 bölünsün y minus 4. Burada nə yazdım? Mən görürsən, kvadratdır, kvadratsız yazdım, fikir verirsiniz. Kvadrata qaldıram. Məsələn, 1 olacaq bu tutaq ki. Bir dəfə də yazarsan ki, loqaritma y əsasından kök altı x plus 4 kiçik bərabərdir 1-dən. X plus 4 kiçik bərabərdir y üstü 1, yəni y-dən, yəni kök altında. Kvadrata qaldırsaq, x plus 4 kiçik bərabərdir y kvadratından. X kiçik bərabərdir y kvadrat minus 4-dən. Bundan böyükdür, bundan kiçik. Cavab olacaq nə? B bəndi. Başa düşdüm, müəllim. Amma məntiqi hardan gəlir? Məntiqi oradan gəlir ki, kosinusun bu qiymətini sən verə bilərsən hansı qiymətləri? Mənfi 1-dən 1 arar. Mənfi 1. Tam 20 var. Varsa baxaq da. Məndə də var mənim. 20 ilə mənim özümə də sualdır. Köməkliyin baxaq. Deyir bizə 20-də. Arc sinus, arc kosinus, arc tangens ən kiçik qiymətini tapın. Gəlin yazaq. Arc sinus alfa plus arc kosinus alfa. Bir də nə var? Plus arc tangens. İfadənin ən kiçik qiymətini tapın. Nə deyək burada biz? Orada sinüs alfa ilə kosinüs alfa pi bölü 2 kimi yazaq onların cəmini. Tamamlayıcı bucaqlardan. Mən burada alfa yazmalıyım, əslində A yazmalıydım. Sinus və kosinus və görürsən arc sinus A, arc kosinus A. Eyni qiyməti nə zaman alır? Bayaq danışdıq. 90-da. Tamamlayıcı bucaqlar 90-da. Ay sağ ol. Məsələn, burada arc sinus məsəl üçün 4-də 3 plus arc kosinusu 4-də 3 olsa cavab olacaq neçə? Pi bölü 2. 90. Bu da həmənki A-lardır. Eyni qiymətlərdir. Bax, bu ikisinin cəmi bizə verəcək nə? Pi bölünsün 2. Plus. Bir də nə var? Arc tangens A. Bəs bunu nə edək? Kosinüs boy sinüs kimi yaza bilərik. Nə olacaq ki? Xırda bir məqam var, çox xırda. Ən böyük qiymətini götürürük, yoxsa məsələn pi bölü 2 kimi yazmaq olar? Ya da mənfi pi bölü 2. Ən kiçincisi. Mənfi 1. Mənfi pi bölü 2 ondur. Elə deyil. Bu üstə gəlsin arc tangens mənfi 1 yazmaq olar. Ay sağ ol. Hansı ki sinusun kosinusa bərabər olduğu hissə var ya burada. Burada istənilən qiymətə verə bilərik, düzdürmü? Yəni məsələn burada verdim, mən 4-də 3 verdim. Yəni ixtiyarım var. 4-də 3. Birdən kiçikdə ola bilər. 4-də 3-də tangesini alır. Biz təyin edə bilməyəcəyik. Böyük qiymətdə ala bilər. Amma biz ifadənin ən kiçiyini axtardıq axı. Ən kiçiyini axtarırıqsa, bunların qəbul edək mənfi kök altı 2 bölünsün 2 qiymətində.
Mənfi 2/2 kosinüs alır. Nə vaxt? 135-də sinüs nə vaxt alır? Mənfi 45-də. Bunların cəmi neçə eləyir? 90. Pi bölü 2. Bunlar mənfi 2/2-ni qiymətini əslində iki aşama şey verdik. Biz neçə verdik? Mənfi bir qiymətini gəlib çıxarırıq da. Tangens orta həmin qiyməti nə vaxt alacaq bizdə? Pi bölünsün 2. Buradan mənfi plus mənfi pi bölünsün 4. 45 qiymətində. Onda cavab olacaq pi bölünsün 4. Bunların ortaq qiymətləri var. Hər ikisinin bərabər olduğu qiymətlər. Məsəl üçün, ala bilərlər 30-da, 60-da, 20-də, olsun nə bilim 70-də. Amma elə qiymət götürək ki, tangensin ən ikisində alsın da. Götürək onda 45-də və nədə? 45-də. Yəni cəmiyyədə 90. Başa düşdüm. O da mənfi Bərabəri. 45. Hə, o da mənfi 45-də. Bəli. Çünki tangensdən mənfi 45 verəcək sənə. Kosinüsdən mənfi 45 verəcək sənə. Bağışda, sinus. Amma kosinüs verəcək 35 verəcək sənə. Cavab olacaq pi bölünsün 2. Pi bölünsün 4. Bəli, mən başa düşdüm mən də. Amma bu birislər asandır. 21-22 rahat suallar. Var mı sualımız? Buyurun. 24. 4. Bayaq danışdığı funksiyanın tərsinin tərsi özünü verər. Tangens 31 sənə verəcək 31. Sinus aksinus 0,2-ni bu da olacaq 29'u. 60,2. Aydındır? Yekunlaşdırın, özüm toparlayayım, indi